Bu gün bizim üçün, Neftçi ailəsi üçün çox ağırdır. Çətin keçən sezondan sonra Tanrı bizə şans verdi ki, bunu yaxşı mənada dəyərləndirib azarkeşlərimizi sevindirək. Lakin nəticə olaraq məğlub olduq. Hazırda çox kədərliyəm, çünki sabaha qarşı həqiqətən də yaxşı performans göstərdik. Çox təmiz qol epizodlarımız olsa da bunu dəyərləndirə bilmədik. Bu kimi mövzular haqqında çox da fikir bildirməyi heç xoşlamıram. Çünki bu kimi səbəblər məğlubiyyətimizə bəhanə olur. Lakin hakim tərəfindən çox böyük bir təzyiq altında idik. Mənə qarşı niyə belə rəftar edirlər heç anlamıram. Son ev oyunumuzda rəqib futbolçuya toxunmamağıma rəğmən sarı vərəqə aldım. Hər oyun komandam üçün əlimdən gələni etsəm də, bu kimi vəziyyətlər bəzən cansıxıcı olur. Bu mənim əlimdə olan bir şey deyil. Menecerlərim bu işlərə baxır. Deyəcəyim tək şey mövsüm sonuna qədər Neftçinin uğuru üçün əlimdən gələni edəcəyəm. Neftçi Azərbaycan tarixinin ən güclü klubudur. İlk sualda da qeyd etmişdim. Tanrı bizə bu gün çox gözəl şans bəxş etmişdi, lakin alınmadı. Çox məyusam, həm öz adıma, həm yoldaşlarım adına. Çox istəyirdik ki, bugünkü finalı adlayan tərəf biz olaq. Azərkeşlərimiz hər zaman sona qədər bizi dəstəkləyirlər. Komandam adına azərkeşlərimizdən bu sezon üçün üzr istəyirəm. We must to play the last game for the championship to dignify this jersey.